Məsələn, mən uşaqlıq illərimə düşür, Göyçayın internat məktəbinin tikilməsi və istifadəyə verilməsi. Onda oranın ilk direktoru Tahir Fərzəliyev adında bir müəllim oldu. Tahir Fərzəliyev az müddət ərzində həmin internat məktəbini Respublika səviyyəsində ən yüksək mərtəbəyə qaldırdı və Tahir Fərzəliyevə görün nə deyirdilər, adına nə deyirdilər? Azərbaycanın Makarenkosu. Təsəvvür edirsinizmi? Görün, adi bir rayonun adi bir müəllimi hansı səviyyədə iş qura bilmişdi.